Həmişə bir arzu olub, faydalı olmaq. Mərkəzə uşağı qoyduq. Dedik ki, Azərbaycan uşaqlarına fayda verən bir işlə məşğul olmalıdır. Həmin müəssisədə biz öz investisiyamızdan istifadə eləmədik. Burada ruhdan düşmək və s. vəsait yoxdur və s. demək, sizin artıq qarşınızda bir əngəl olmaq, yəni mümkün olmayan bir şey yoxdur. Mən bəzi şeylərdə geri çəkilmişəm, amma bir günə baxıram ki, geri çəkilməmək lazımdır. Üzərinə getmək lazımdır. Çünki həyat mübarizədir. Mən Zəngilan rayonunda doğulmuşam. Təəssüf ki, amma uşaqlığımızı orada tamamlaya bilməmişik. Uşaqlığı tamamlaya bilməmək özü bir travmadır. Çünki həmişə yarımçıq qalırsan. Və biz o periodda müxtəlif şəhərlərdə yaşamışıq. Həmişə bir arzu olub, faydalı olmaq. Çünki o periodda hər zaman kimsə bizə kömək eləyirdi, kimsə bizə dəstək olurdu. Bu bir növ o şey yaradıb ki, sən də kiməsə kömək olmalısan. Və bu niyyətlə əslində mən müəllim olmaq istəyirdim. Məktəblərə gedəndə məsələn o məktəb məni cəlb eləmədi. Mən sərbəstliyi xoşlayan biriyəm. Məktəbdə isə daha çox şablondur. Hansı ki, amma elə olmalı deyil. Yəni müəllimlər sərbəst olmalıdır. Bu bir növ məni məktəbdən uzaqlaşdırdı. Mən müəllim ola bilmədim və o axtarışa başladı. Bu axtarış məni gətirdi biznesə çıxartdı. Biznesdə də bir çox sahələrlə məşğul oldum. Reklam sahəsi ilə, marketinqlə, ticarətlə bir dönəm, xırda bir dönəm məşğul oldum. Amma bunlar heç biri mənə xasiyyətimi əks etdirmədi. Yəni faydalı ola bilmirdim. Ailə həyatı qurandan sonra biz qərara gəldik ki, uşaq inkişaf mərkəzi açaq. Yəni mərkəzə uşağı qoyduq. Dedik ki, Azərbaycan uşaqlarına fayda verən bir işlə məşğul olmalıyıq. Və 2010-cu ildə ilk uşaq inkişaf mərkəzimizi açdıq. İlk hekayəmiz də bununla başladı. Və 14 ildir artıq o hekayəni yazmaqda davam edirik. Bu hekayə bugünkü gün 45 təhsil müəssisəsi qazandırıb Azərbaycana. Bir 10 milyona yaxın bu müəssisələrə investisiya olunub. Ağırlıq olaraq məktəbə qədər təhsil müəssisələridir, yəni uşaq bağçalarıdır. Bununla yanaşı uşaq reabilitasiya mərkəzləri var, uşaq inteqrasiya mərkəzləri var, şagird evi var, məktəbə qədər hazırlıq kursları var. Biz ilk mərkəzimizi açanda o biznes batdı. Bu niyə görə idi? Bizim biznes təcrübəmiz yox idi. Həm bu maddi çətinliyi vardı, həm emosional çətinliyi vardı. Çünki biz ora hər şeyimizi qoymuşduq. Yəni bütün ümidlərimizi qoymuşduq. Ən pisi də ondaydı. Bizim o birinci ildəki açdığımız müəssisə borcla açılmışdı və o da batdı, biz borca düşdük. Amma biz onun qarşılığında nə əldə etdik? Biz bildik ki, nəyi etməmək lazımdır. Onu sizə hamı deyə bilər, nələr etməlisən. Amma nə etməməlisən, onu ancaq sən bilirsən. Biz onun qarşısında bir elə bir ki 20 min manatlıq təcrübə qazandıq. O borcu biz 3 ilə bağlaya bildik və biz başa düşdük ki, borcla iş görmək olmaz. Yəni insanı inandır, o investisiyası eləsin, amma sən borc alıb, hansısa kredit alıb, yəni bununla iş görmək olmaz. Sonra biz ikinci bağçanı açdıq və həmin müəssisədə biz
öz investisiyamızdan istifadə eləmədik. 8 aylıq fəaliyyət dönəmimizdə elə fəaliyyət göstərdik ki, uşaqlara və o valideynlər bizdən o qədər razı qaldılar ki, məhz ikinci bağçanın investoru həmin valideynlərdən biri oldu. Və bu günləri bu 40 bağçadan 20'si bizim valideynlərin investorları ilə qurulmuş müəssisələrdir. Mən məktəbə qədər təhsil mütəxəssisi deyiləm. Alimlik dərəcəm və sair yoxdur. Amma mən nə bilirəm? O işi ən yaxşı görə biləcək insanları seçə bilirəm. O işə ən yaxşı yatırım edə biləcək insanları tapa bilirəm və onları bir araya gətirirsən və onlar uşaqlar üçün işləyirlər. Yəni burada ruhdan düşmək və s. vəsait yoxdur və s. demək sizin artıq qarşınızda bir əngəl olmaqdır. Siz ondan başlamalısınız. Mən bunu prosesi ümumiyyətlə görə bilirəmmi? Riskləri nədir bunun? Onu görə bilirəmmi? Planı doğru şəkildə qurmuşammı? Yəni mümkün olmayan bir şey yoxdur. Daha çox ünsiyyətə gir. Daha çox əlaqələr qur, amma bu əlaqələr keyfiyyətli əlaqələr olsun. Mən təəssüf ki, bu dediyimə 10 il sonra gəldim. Və mənim ondan sonra fikrim dəyişdi ki, yaxın insanlarla biznes etməyəsən, etdiyin zaman da şərtləri əvvəldən danışacaqsan ki, sabahları o yaxın insanı da itirməyəsən. 30 il əvvələ gedib bu dediklərimi eləsəydim, indi fərqli bir Rasif ola bilərdi. Amma əminəm ki, heç vaxt o fikirdən yayınmazdı o Rasifdə ki, əsas nə iş görürsən gör, ətrafına və insanlara fayda ver. Yəni biz bundan yaşayırıq, bu bizim həyat tərzimiz. Mən bəzi şeylərdə geri çəkilmişəm. Amma bir günə baxıram ki, geri çəkilməmək lazımdır, üzərinə getmək lazımdır. Çünki həyat mübarizədir. Mübarizədə o şəxslər qalib gəlir ki, onlar rasional inadkarlıq eləyirlər.